nedir bu ədalər, bu iş və bunlar. Gedər bir gün bu gözəllik sənə də qalmaz. Rəşid Behbudovun səsi gələndə sanki zaman dayanır. Keçmişin ən gözəl xatirələri canlanır. Onun səsində musiqi sadəcə bir sənət deyil, duyğuya çevrilir. Rəşid Behbudov milyonların qəlbinə yol tapan, Azərbaycan musiqisini dünyaya çatdıran böyük sənətkarlardandır. Azərbaycanın qızıl səsi, əfsanəvi sənətkar Rəşid Behbudov 14 dekabr 1915-ci ildə Tiflisdə anadan olub. Atası Məcud Behbudov tanınmış xanəndə idi və bu mühit Rəşidin musiqiyə olan sevgisinin formalaşmasında böyük rol oynadı. O, uşaqlıqdan musiqi ilə maraqlanır, müxtəlif xalqların mahnılarını öyrənirdi. SSR məkanında böyük şöhrət qazanan Rəşid Behbudov 1989-cu il 9 iyun tarixində həyata gözlərini yumub. Bugün sənətkarın anım tədbiri də onun adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrında baş tutdu. Rəşid Behbudovun xatirə otağına yeni eksponatlar təqdim olundu. Rəşid Behbudovun eksponatları arasında bir sıra maraqlı əşyalarını görürük. Rəşid Behbudovun daim üzərində gəzdirdiyi cib radiosu. Burada isə əsasən xarici səfərlərdə istifadə etdiyi kiçik dəftərləri görürük. Bu isə sənətkarın səs tellərini təmizləmək üçün istifadə etdiyi xüsusi bir alətdir. Onun hər zaman özündə olan Quran, 1000 kitab balacaq Qurandır və lupası ilə onu təqdim etmişik və s. və s. Yəni onun qalstukudur və yaxud qələmləridir, dəftərçəsidir və bir neçə fəxri fərmanlar falan və müxtəlif eksponatlar. Eyni zamanda ona hədiyyə olunmuş bəzi maraqlı eksponatlar var, onları da biz təqdim edirik. Yəni bu gördüyünüz bu otağa bunları sığışdırmaq olmur, çünki onların sayı həddindən artıq çoxdur. Amma biz də çalışırıq zaman-zaman bunları yeniləyək və bunları təqdim edək. Tədbir zamanı Rəşid Behbudovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən, oxuduğu mahnılardan, filmlərdə oynadığı rollardan danışıldı. Mahnı teatrı olaraq biz onu bir gün yad etmirik, biz onu hər gün yad edirik. Çünki mahnı teatrı onun adını daşıyır və onun atdığı bu cığırı davam elətdirir və biz də belə deyərdim, bizim üzərimizə böyük bir missiya düşür, böyük bir məsuliyyət düşür ki, biz də mahnı teatrı olaraq çalışırıq ki, o məsuliyyətin altından uğurla çıxaq və mahnı teatrında keçirilən hər bir layihə, hər bir konsert, hər bir musiqili tamaşalar, bunlar hamısı çalışırıq ki, onun adına layiq olsun. SSR xalq artisti, sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı və bir sıra yüksək fəxradlara layiq görülən Rəşid Behbudov Sovet dövründə xaricə səfər etmək çətin olsa da, öz istedadı sayəsində İran, Türkiyə, Çin, Hindistan, Yaponiya, Argentina və onlarla başqa ölkədə konsertlər verib. O, Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıdan ilk sənətkarlardan biri hesab olunur. Bu yaxınlarda da Vyetnamda keçirdilən tədbirdə orada Rəşid Behbudovun şəkilləri, onun ifası Vyetnamda, Vyetnam Opera Teatrında göstərildi və biz ifa etdik. Mən Gülçöhrəni ifa etdim və Vyetnam solistləri də Arşın Malalan operettasını Vyetnam dilində ifa etdilər. Məhz Rəşid Behbudovun səsini dinləyib onlar öyrənirdilər. Bilirsiniz, biz çox xoşbəxt xalqıq ki, bizim belə böyük bir sənətkarımız var idi. Nazəndə sevgilim, küçələrə su səpmişəm, ayrılıq, Bakı və onlarla unudulmaz mahnısı ilə Azərbaycan musiqisinə ölməzlik bəxş edən Rəşid Behbudovun səsi bu gün də illər aşaraq qəlblərə yol tapır. O səs susmur, hər nəğməsində yenidən doğulur və bir xalqın yaddaşında yaşamağa davam edir. Ey tazə sərgilim, yadıma düşdün, nazəndə sevgilim, yadıma
yadıma düşsün. Ey taze tercilim yadıma düşsün. Nazende sevgilim yadıma düşsün. Ya